Salavat-ı şerif. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzubillahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala seyyidina Muhammedin ve alihi teyyibine tahirin. ولعن الدائم على أعدائهم أعداء الله من العان إلى لقاء الله ما بعد وقال الحكيم في كتاب الكريم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي أوصيكم بنفسي بتقوى الله. Allah bizleri təqva əhlindən qərar versin. Mübarək cümə günündə dualarımızı, ibadətlərimizi Allah bizdən ali dərəcədə qəbul eləsin. Hər kimin qəlbində hər növ gözəl arzusu, istəyi var. Allah bütün dua ibadətlərimizi, arzu istəklərimizi bizdən qəbul eləsin. Dualarımızı müstəcab etməyinə salavat-ı şerif. Müqəddəs Qur'an-ı Kərim, Peyğəmbər və Əhl-i Beytimizin bizlərə buyurduğu gözəl müdrik kəlamlar içərisində və o mövzulardan biri də bu günləri İslam dünyasının, xüsusən də Azərbaycanda bunun xüsusi bir əhəmiyyəti və özünə məxsus bir yer tutması var. Bu da tolerantlıqdır. Yəni, İslamda tolerantlıq və dinlərə olunan hörmət, dinlərə olunan münasibət. Və bugünkü cümə mövzumuz bu olacaq. Mən, bu mövzu ondan irəli gəlir ki, bizim bilirsiniz, qarşıda mübarək aylar Zilqədə və Zilhəccə və bayramlarla dolu olan ayların asnasındayıq. İnşallah Allah bizlərə o günləri nəsib eləsin. Və eyni zamanda da bəzi bayramlar ki var, bəzi bayramlar ki, dünyəvi bayramlar keçirilir və bizim dindən, İslamda olmayan bayramlar, başqa dinlərin bayramlarına münasibət görürsən, insanlar qarşısında fərqlidir. İnsanlar var ki, deyir ki, onların bayramıdır, bu bizə aid olan məsələ deyil. Amma baxalım, bizim İslamın əziz Peyğəmbəri və eyni zamanda İslamın müdrik alimləri, məsumlarımız və digər şəxsiyyətlər bu mövzularda necə baxışları var, necə insanlara tövsiyələr, necə insanlara gözəl məsləhətlər verirlər. Əvvəla tolerantlıq odur ki, bütün dinlərin bir yerdə cəm olması. Yəni, həm xaspərəst, yəhudiçilik və digər dinlər ki var, müqəddəs kitab verilən dinlər, onların peyğəmbərləri və onların buyurduğu sözləri Allah tərəfindən qəbul olunmasını qəbul etmək və o peyğəmbərlərin də haqq olmasını qəbul etmək. Yəni, bu düz deyil sözündən insan gerək uzaqlaşmalıdır. Yəni, Peyğəmbərimiz də özü də dəfələrlə buyurur ki, məndən öncə bu dini getirən insanlar məndən öncə Peyğəmbərlər olur. Onlar hamısı tək Allahlılıq dini, yəni Allahın yeganə olduğunu insanlara sübut edirlər. Və onlar özləri özündən heç bir dini ortaya getirmirlər. Onlar da Allah tərəfindən hökmlər alıblar və o hökmləri insanlara çatdırırlar. İndi bizim dinimiz, müqəddəs kitabımız o kitabları təsdiq etməklə və o kitabların təhrifi haqqında xəbər verir. Amma o kitabların haqq olması və o kitabların nahaqq olması haqqında söz demir. Yəni Allah deyir ki, səndən öncə ya Peyğəmbər, müqəddəs Tövrat, İncil, Zəbur bu kitablar gəlib və bu kitabların içərisində olan hökmlər Allahın hökmləridir. Və bunları da qəbul etmək, bütün dinləri qəbul etmək deməkdir. Yəni, bütün Allaha inacı olan insanları qəbul etmək deməkdir. Və Qur'an-ı Kərimdə Allah Mütəal neçə dənə ayətdə bizə xəbərdarlıq edir. Qur'anda ayələrin içərisində Allah Mütəal Əl-Bəqərə surəsində, Fürqan surəsində və digər surələrdə Allah Mütəal buyurur ki, biz sizi bir kişi və bir qadından yaratdıq və sizi dünyada yaşarkən müəyyən dinləri seçməyinizi öz ixtiyarınıza buraxdıq. Yəni, Allah Teala bizi məcbur eləməyib ki, biz dini, İslamı qəbul edirik. İnsanların dini qəbul etmələri öz ixtiyarlarındadır. Mən bunu bir dəfə qeyd eləmişəm. Bizim İslamın əziz Peyğəmbəri xaspərəst aləmində nə qədər böyük
belə desək, o zamanın liderləri, o zamanın keşişləri Peyğəmbərə böyük dəstək verirlər. Peyğəmbərin yanında yer tutan insanların içərisində onlardan Peyğəmbərin dinini qəbul edən olub. Misalən, Peyğəmbər sallallahu aleyhi və səlləmin o zaman ki, ətrafında olan insanlar Məkkə şəhərində incidiləndə Peyğəmbərə Həbəşistanın kralı Peyğəmbər üçün qapılarını açır. Və Həbəşistanın kralı isə xaspərəst olur. Və o da Peyğəmbərə qapılarını açmaq necə? Və eşidir ki, Məkkədə qarşılıqlar başlayıb və insanlar əzilir, insanlar zülmə məruz qalır və o da bir ruhanidir, dindardır, Allaha inançlı bir şəxs olur və ona məktub göndərir Peyğəmbər. O məktubun əsasında da o neynir? Qəbul edir məktubu və deyir ki, mən bu məktuba əsasən insanları bu şəhərə gəlməsini gözləyəcəyim. Amma Peyğəmbər öz adı ilə yazır. Peyğəmbər kimi yazmır ona. Məktub onun üçün qarandıq qalır. Qarandıq qalan Yunas, qarandıq qalan məsələ bu olur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin peyğəmbərlik məqamını bilmir bu adam. Və elə ki, o şəhərə gedəndə insanlar, Allah lənət eləsin, Əbu Süfyan ora öz yaxın adamını göndərir, deyir, ged Həbəşistanın kralına yetişkinə, deyinən ki, orada Peyğəmbərin adı ilə bu adamlar gələcəklər və Peyğəmbər qəbul edən insanlar hamısı zindana salınsın, əziyyət verilsin. Onlar Məkkədə aranı qatan insanlardır. Onları başqa cür qələmə verdirir. Amma Həbəşistanın kralı içəri daxil olanda tarixi mənbədə bilirsiniz ki, Peyğəmbəri qəbul edən adamlar onun üçün əyilmirlər, baş əyilmirlər və bütün insanlar ona baş əyirlər, bütün insanlar təzim edirlər və o üzünü tutaraq bu sözü deyir ki, və siz Allahı qəbul edirsinizsə, Allahın yer üzərində vəlilərini də qəbul etməlisiniz. Yer üzərində liderlər, idarə edenlər, idarə edənlər insanları qəbul etməyi, onların qarşısında baş əymək lazımdır ki, onlar olmasa siz düzgün həyat tərzini qura bilməzsiniz. Onlar bu işləri idarə edirlər və mən də bu şəhərin böyüyəm, niyə mən üçün baş əymişsiniz? Və Peyğəmbərin yaxın səhabəsi Cəfər gözəl bir söz deyir. Allah qarşısında hamımız quluq, Allah qarşısında Peyğəmbər də quldur, sən də, mən də hamımız quluq. Və bütün insanlar, bütün bəşəriyyət Allah qarşısında baş əyməlidir. Və baxdıqda belə Həbəşistanın kralı deyir ki, sən bu sözləri düz danışmırsan və sizin dininiz, sizin böyükləriniz sizə səhv düşüncələr öyrədir. Və biz özümüzdən böyüklərin qarşısında baş əyib hörmət sahibi olduq. Və onların qarşısında baş əyib gəldik böyük məqamlar sahibi olduq. Onlara hörmət əlaməti olaraq, təzim olaraq. Söz yox ki, yeri göyə yaradan varlığın qarşısında hər zaman baş əyməliyik. Və bunu eşidən həmən o Cəfər buyurur ki, Həzrəti İsa Ruhullah xanım Məryəm dünyaya getirdikdə bütün insanlar İsa'nın necə olmağını, dünyaya gəlməsini, necə olması haqqında şək şübhələrə, tərəddüyə düşdülər. Və Həzrəti İsa əleyhissalam zaman ki, beşikdə danışanda bütün insanlar Həzrəti İsa əleyhissalamın qarşısında baş əyiblər. Xanım Məryəm onlara nə dedi, istərdi onu deyəsən. Deyir, xanım Məryəm dedi ki, bu işə görə İsa'nın qarşısında yox, Allaha baş əymək lazımdır. Çünki İsa Ruhullahı dindirən Allahdır. Və onun qarşısında baş əymək lazımdır ki, Allah körpə, yəni beşikdə olan uşağı danışdırmağa qadirdir. Yəni bütün yeri göy yaradan varlıq hər şeyə qadir olduğu kimi bu uşağı da danışdırdı və sizə sübut elətdirdi. Və Həzrəti İsa orada bir söz deyir ki, anam, xanım Məryəmin dediyini icra edin. Allah qarşısında baş əyin. Bu hadisə belə olub, dedi belə olub. İncildə də belə gedir, müqəddəs kitablarımızda da və tarixi sənədlərdə də belədir. Dedi, bəli. Dedi, bəs niyə görə siz içəri daxil olanda insanları məcbur edirsiniz, insanlar sizə baş əysin? Halbuki sizin Peyğəmbəriniz, Peyğəmbərin anası bu iş eləməyib. Və baxır belə, deyir, bu bizim dinimizdə Peyğəmbərimizin bizə göstərdiyi bir qayda qanundur. Və onunla belə
Həbəşistanın böyük göstəriş verir ki, mən də bu dini səmimiyyətlə qəbul edim, düzdür, öz dinim deyən və bu dinin də haqq olmağına inandım. Amma siz nə qədər bu şəhərdə yaşasanız, mən bu şəhərdə sizə dəstək verəcəyəm. Amma inanclı insanlar, o insanlar ki, xaspərəstdirlər, onları məcbur edib öz dinindən uzaqlaşdırmır. Deyir, bizim dində belə bir məsələ yoxdur. Və Quran-ı Kərimin ayətini ortaya getirir. Bəqərə surəsi 256-cı ayə. Allah Müteala buyurur, Bismillahirrahmanirrahim, İnnəd-dini indəllahi İslamdır. İslam dinində insanları məcbur eləmək məsələsi yoxdur. İnsanları məcbur eləyəsən, dinə gəlsinlər, belə bir mənbəyi yoxdur. Ona görə bizim dinimiz humanist bir dindir. İnsanları bütünlüklə vəhdətə, insanları bütünlüklə bir yerə cəm olmağında və bütün dinlərə hörmətlə, təzimlə yaşamağını göstərir. Və bu bir neçə gün bundan qabaq bilirsiniz ki, xaspərəstlərin bayramı idi və onlar bayram keçirirlər. Bəzi adamlar deyir, bunların yağış yağdı, bu cür oldu. Bəzi adamların iradları var. Əvvəla yağış Allahın bərəkətidir. Bütün insanlar üzərinə Allahın neymətidir. Allah Müteal öz müqəddəs kitabında buyurur ki, sizdən öncə siz bir aləmsiz, insanlığa deyir. Siz deyir bir aləmsiz, sizdən öncə 18.000 aləm yaratmışam. 18.000, Allah deyir, mən aləm yaratmışam və bu aləmlərin hamısını sənə görə yaratmışam. Aləmlərin içərisində yer, günəş, ay, ulduz, torpaq, hava, bunlar hamısı özünə məxsus bir aləmdir. Allah deyir ki, mən yaratmışam bunları sənə görə, sən də bunların müqabilində təşəkkür etməkdənsən. Başlayırsan narazılıq eləmək, yağış yağır, nə üçün narazılıq edirsən, küləkdir, niyə narazılıq edirsən, istidir, nə üçün narazılıq. Bunların təşəkkürlüyünü eləməkdən narazılıqla Allaha öz əməlini göstərirsən, öz şikayətini göstərirsən. Və bunlar da sənin əməl dəftərində, mənim əməl dəftərimdə yazılır. Bəzən insanlar yağışı neylənsə bağlayırlar. Bəzi insanlar var ki, deyir, bu yağışın yağmağı mənim filan işlərim ki var idi, dam örtüyüm yox idi, filan məsələ yox idi, böyük bir ziyan vurdu mənə. Amma Allah bərəkətin göndərəndə cəmən göndərir. Orada kimə ziyan deyəcək, kimə xeyir olacaq, onu da Allah bilir. Yəni, hər nə varsa aləmdə, nə isə idarə edirsə, Allah bilir ki, neyi necə eləmək lazımdır, onu bizdən yaxşı bilir. Amma qaldıqda bunun müqabilində Allaha şükür eləsək, onun xeyrin, bərəkətin görür. Naşükürlük eləməklə daha da cəza görürük, daha da sıxıntı görürük. Bu tək dinə aid deyil, bütün dinlərə, bütün Allahın buyurduğu hökmlərə, yəni peyğəmbərlərə, bütün peyğəmbərlərə nazil olan müqəddəs kitabların içərisində olan hökmlərdir. Ona görə Allah deyir ki, İslamı və yaxud xaspərəstliyi, hansı dini qəbul edirsinizsə, onun gözəlliklərini, o dində olan qayda-qanunları layiqincə yerinə getirin. Bax, İslam dininin dəyərləri var, İslam dininin qanunları var. Və o qanunlara gəldikdə bəzi adamlar var ki, deyir, mən bunu eləyirəm, bunu eləmirəm. Yəni, İslam dini, kəlmə-i şəhadət dedim, vacib məsələləri qəbul edim, Peyğəmbəri, Allahı, Quranı, Kəbəni qəbul edimsə, bu demək deyil ki, mən elə müsəlmanam və bunları əməl eləyirəm. Allahın qanunları içərisində namazdan bahəm 9 tane vacib əmir var və onları insan yerinə getirməlidir. Gəlir əmr biməruf mövzusuna, deyirsən ki, sən əmr biməruf edirsən, yaxşıdır, mən filan kisə deyərəm, acığına gələr. Deyərəm ona içki içmək ilə acığına gələr. Biz necə namaz qılırsan? Namaz sənə bu əməli bağlamalıdır. Allah deyir, namaz qılırsansa, özündən sonra insanları da namaza dəvət edir, onları namaza çağır. Əgər sən əmr biməruf eləmirsən, necə namaz qılırsan? Demək, Allaha bağlılığında naqislik var, düzgün yanaşman yoxdur. İnsan gərək Allahın bağlantısını düzgün qurar. Oruç tutursan, namaz qılırsan, həccə gedən insan üçün dua edirsənsə, özün üçün həcc istəyirsənsə, Allah deyir ki, əmr biməruf eləməlisən, xumus da verməlisən. Yəni, bunların heç birindən yayılmamalısan. Yəni, din kamilən şəkildə Peyğəmbərə bir dənə əməl üçün gəlmir. Biz gündəlik 17 rükət namaz qılaq. Din elə buna görə gəlmir. Din Peyğəmbərə insanların həyat tərzinin düzgün yaşanması. Bir gün baxsaq, görsək cəmiyyətdə, həqiqətən Allahın o 10 dana vacib əməli var. Ona əməl edən çox az adamlar var.
Yəni, onun içərisində dediyim əmr biməruf eləmək, nəhy-əz münkar eləmək, Allahın dostları ilə dost olmaq, Allahın düşmanları ilə düşman. Əl adam var, əl adamla gedir, dostluq eləyir ki, baxıb görürsən ki, nə Allah tanıyır, nə Peyğəmbər tanıyır. Sadəcə o ilə işbirlikləri var. Ondan möhkəm yapışıb ki, o çıxmasın əlindən o adam. Amma düşünmür ki, Allah nə deyir? Deyir ki, sən dostluğu eləyəndə də Allaha görə elə gələn. O ilə qurduğun dostluğu, o ilə qurduğun işləri və Allaha görə elə gələn, Allah da o işdə sənin ruzuvu artırsın. Və bir insanı günahdan çəkindirmək, əgər çəkindirə bilmirsənsə, demək Allahın bir bəndini yerinə getirə bilmirsən. Onun üçün o bəzi adamlar var, hərdən bizdə tədbirlərdə, məclislərdə sual edirlər ki, İmam Zaman ağa niyə gəlmir? Bu qədər insan İmam Zaman ağanı çağırır, niyə gəlmir? İmam Zaman ağa o şəxslərə mərhələsində gələcək ki, əvvəla 313 nəfər onun əskəri olmalıdır. İkinci, o 10 dana bəndə layiqincə əməl edən adamlar olmalıdır. Birini eləyib, birini eləməyən yox, hamısını yerinə getirən. Və hər dəfə o əməllərdə diqqətçil olan adamlar. İmam Rıza Aleyhisselamın qarşıda mövludu gəlir, gözəl bir sözü var. İmam deyir ki, bir insan Allahın vaciblərini yerinə yetirib, sonra yoruluram sözünü deyirsə, onun müsəlman olmağında naqisliyi var. Adam var, deyir, namaz qıldım, yoruldum, oruç tutdu, deyir, bir gün oruç mənə yaman yordu ya, mənə yaman əziyyət verdi. Demək, bu adam səmimi qəlblə Allahın qanunlarını qəbul edir. İşi sevərək eləmir, Allahın hökmünü sevərək eləmir. İnsan əgər Allahın hökmünü sevərək eləsə, Allah ona o işdə yardımcı olacaq, o sözü də deməyəcək. O sözü isə didizdirən ona, şeytandır. Bilirsiniz ki, şeytan hər bir insanın yanındadır. İbadət eləyənə xüsusi nəzər edir. İstəyir ki, onu o neynəsin, yoldan sapındırsın və ona o sözləri deməklə son hədəfinə çatdırsın. Mövlana'nın gözəl bir sözü var. Deyir, Allahla razı niyaz edirsən, dua edirsən, ibadət edirsən, münacatlar verirsən, nə istəyirsən Allah verir sənə. İndi Allah bir dənə söz istəyir səndən eşidər. O söz də budur ki, o da sənə, mənə görə deyər. O söz də budur ki, desin ki, ilahi, sonsuz şükürlər olsun sənin varlığına ki, sən məni insan yaratmışsan, adam yaratmışsan. Bir dənə bunu istəyir eşitsin ki, buna görə bir dənə təşəkkür edəsin. Deyir, sonda nə deyir? Deyir, insanın sözü bu olur. Əşki ölüb geçsək bundan yaxşıdır. Olub da belə adamlar görmüsünüz də. Yaşayır, elə ki, çətinliyə düşəndə, bir dənə sıxıntıya düşəndə, bir dənə belə söz deyir. Əşki ölüb getmək bundan yaxşıdır. Belə bahalaşmalar çoxalanda hamısı ölümü yadına salır. Elə ki, keyfinin yaxşı vaxtı, rifahın yaxşı vaxtı ölməkdən danışır. Elə ki, deyirsən, ölməyə ya qulağını dartır, ya daşıb divara vurur. Ya da nəsə bir dənə söz deyir ki, yox, Allah eləməsin, bizdən uzaq olsun. Amma elə ki, çətin vaxtında özünü ölüm arzulayır. Allah deyir ki, mən səni bir dənə sözü istədim, eşidim ki, sən deyəsən ki, şükür ilahi, sən məni insan yaratmışsan. Mənə gözəlliklər vermirsən, gözəl neymətlər vermirsən. Amma bunun müqabilində mən bu sözü eşitmədim. Başqa bir söz eşitdim, səndən narazıdır. Amma mən də sənin ölüm sözünü eşidib sənin ömrünü uzatdım. Belə məsələ eşitmişsiniz də, deyir, kimin ölümünü danışanda onun ömrü uzanar. Allah da deyir ki, o insanlar ki, ölümü arzuladıqda onun ömrü nəyə görə uzadır? Ömrü uzadır, hesabatın çoxalır. Ömrü uzanmaq o demək deyil ki, sən çox yaşadın dünyada, yaxşı adamsan. Yox, ömür uzandıqca hesabat ağırlaşır. Bir var bir adamın 40 illik hesabatı olar. Bir var bir adamın 80-90 illik hesabı olur. Hesabatın böyük bir məsələsi var. Həzrəti Əyyub əleyhissalamın yanına gəlir bir nəfər deyir ki, ya Peyğəmbər, insan çox yaşasa yaxşıdır, ya az yaşasa yaxşıdır. Deyir, Allahın təqdiridir, bu suala mən cavab verə bilmərəm. Allah Əyyuba deyir, ey Əyyub, o sənə sual verdi, sən Peyğəmbərsən, ona dəqiq cavab verdi. Deyir, ilahi, bilmədiyim şey, necə deyim bu adama, çox yaşasa yaxşıdır, az yaşasa deyər, biz niyə görə bu adamlar az yaşayır? Allah niyə görə bu adamların ömrünü qısaldır? Qoy elə hamısı yaşasın da, Allah Peyğəmbərə bir dənə gözəl söz deyir. Deyir, əgər deyinən ki, nə qədər yaşayırsınız, yaşayın, Allahın huzuruna gözəl hesabatla gəlin. Və sizin hesabatınız istəyir uzun yaşadırdı, istəyir az bir mərhələdə yaşadırdı, hesabatınız yaxşı olsun. Və Allah huzuruna bu surətdə gəlin.
Ona görə Allah da Quranda buyurur ki, mən sizi gözəl bir biçimdə xəlq eləmişəm. Bir ana, bir atadan dünyaya getirdim. Amma sizin verilən nemətlər, sizə verilən gözəlliklər hamısının bir dənə hədəfi var ki, o hədəf də bundan ibarətdir ki, Allaha razı niyaz edəsiniz və heç bir peyğəmbəri, heç bir dini özünüzdən geri salmış kimi deməyəsiniz. O dində bu şey yoxdur, o din batıl dindir. Belə sözləri deməyəsiniz. Belə sözlər var ki, insanların dilində filan kəs cəhənnəm əhlidir. Eşitmişsiniz belə sözlər. Bir adamın indi əməllərindən birisi xəbərdardır. Deyir, o cəhənnəm əhlidir. Daha düşünmür ki, cənnət, cəhənnəm anlayışı Allaha məxsus olan bir məsələdir. Yəni, cənnəti də, cəhənnəmi də yaradan kimdir? Allahdır. Və ora bizim fikrimiz, bizim nəzərimiz deyil ki, dünyada işlərimizi qururuq, deyirik ki, filan kəsin yeri filan yerdir. İndi Allah qismət eləsin sizlərə, ziyarətə gedən adamlar olur, gəlib danışır ki, mən hərəmdən, ziyarətdə, otel çox uzaq idi. Mən nə qədər düşüb piyada gedirdim. Amma adamlar var idi ki, onlar üçün filan rəhbər yaxşı otel yaratmışdı. Onlar düşüblər, tezlə gedirdilər, hərəmi ziyarət edirdilər. İndi bu şikayəti burada deyirsən bu cürlə, amma düşünmə gələn ki, Allahın nəzərində belədir ya, o axirət. Axirət məsələsi belə deyil. Axirətdə Allah deyir ki, mən sizi hamısınız Allahın huzuruna gəldikdə, Allahın huzurunda eyni bir mərhələdə olacaqsınız. Və orada uzaq, yaxın məsafə deyil. Orada sizin əməllərinizin ucalmağı, əməllərinizin bizə yaxın olmağı, əməllərinizin bizdən uzaq olmağı olacaq. Nə qədər əməlləriniz yaxındırsa, o qədər gələcəksiniz. Bugün görürsünüz, Peyğəmbərlərin içərisində sonuncu Peyğəmbəri, əziz nəvəsi Həzrət İmam Hüseyin əleyhissalamın ziyarətinə nəinki İslam dini, bütün dinlərin liderləri gəlir. Bütün dinlərin əsas baniləri gəlir. Ne üçün? Çünki o dini kamilləşdirən yeganə bir insan idi ki, o döyüşdə də, qiyamda da bir dənə söz deyirdi. Mən dini kamilləşdirmək üçün gəlmişəm. Mən sizə başa salmaq istəyirəm ki, bütün dinlər aradan gedib. O dinlər Allah tərəfindən Peyğəmbərlər getirib, o Peyğəmbərlərin sözlərini eşidiblər, öz bildiklərini edirlər. Sonuncu Peyğəmbərin də sözü budur sizə, amma siz başqa cür danışırsınız. Peyğəmbər belə sözlər deməyib. Peyğəmbərin müqəddəs kitabında bu sözlər yoxdur. O Peyğəmbərlərin sözünü ortaya getirir və ona görə qiyama qalxır və şəhadətdən keçir. Və bütün dinlərin də liderləri, böyüklərindən, kiçiklərindən insanlar hamısı dərk edirlər ki, İmam Hüseyin kimdir. Bu bir. İkinci isə İmam Hüseyni insanlığa, bəşəriyyətə tanıtdıran kimdir? Allah özü. Allah deyir ki, kim məni düzgün tanısa, mən də onu düzgün tanıtdıracağam. Kim mənimlə düzgün davransa, mən də onu düzgün insanlarla davranıdıracağam. Tarixdə var ki, bir nəfər Allahla razı niyaz edir, münazat edir. Gecə-gündüz Allahla münazat edən adam bir sözdür. Deyir, İlahi, mən səni bu qədər çağırıram. Sonda bunu şeytan cilovlandırır, dilə getizdirir. Deyir, mən səni bu qədər çağırıram. Bəlkə heç mənə qədər sənə razı niyaz edən yoxdur. Bəlkə mənə qədər sənə şükür edən yoxdur. Amma sən mənə heç bir neymətlər vermədin, heç bir ruzu bərəkət vermədin. Amma şəhərdə elə adamlar var ki, bir dəfə olsun səni çağırmır. Amma nələri yoxdur şəhərdə, nə imkanlara malik deyil. Allah yuxusunda, aləm röyasında məsumlardan birinin yuxusuna salır bunu. Deyir, ged ona deginən ki, geçsin şəhərdə, şəhərin kənarında bir nəfər ibadət edir. Onun ibadətinə baxsın. Öz ibadətinə baxsın və müqayisə eləsin ki, özü elə düşünür ki, ibadəti ən yüksək bir ibadətdir və onun ibadəti ilə özünü müqayisə eləsin. Onda dərk eləyəcək ki, ibadət edənlər necə olur. Bu da yuxudan ayrılıb belə deyir, mən hara gedəyəm, necə eləyəm, bəlkə çıxın bir dənə şəhəri gezim, bu yuxu idi də gördüm mən. Amma çıxın bir dənə seyr edim, gəlir görür ki, məscidin qapısında bir nəfər namaz qılır. Gələnin ayaqqabısını cütləyir, düzəldir, üstü başınlarına baxır, ayaqqablarını silir, təmizləyir, məscidin qapısını silir. Bu işləri görür, yenə namazını qılır. Gedir, dəstəmaz alır, yenə namazını qılır. Baxır buna belə, bu da ibadətini edir, görür, yox, bu gedmir.
cibindən çıxardır, bir tikə çörək yeyir, yenə də başlayır namazını qılmağa. Və ta ki axşama qədər bunu seyr edir. Görür, axşam bir nəfər, bir dənə cavan adam gəldi, buna yemək verdi. Bu yeməyi yedi, girdi məscidin içində, yenə də ibadət elədi. Deyir, baxdım, dedim ki, bu gecə axırı yatar da, görüm bunu yatan vaxtı hasıl olacaq. Deyir, gördüm ki, o məscidin için təmizləyir, səliqə səhman işlərini aparır. Deyir, bir də gördüm ki, Subhanallah, bu səcdədə yatıb o kişi. O qədər namaz qılıb ki, səcdədə yatıb. Səcdədən deyir, ayıldı, getdi dəstəmazını aldı, azandan qabaq, başladı yenə namazlarını qılmağa. Deyir, dedim, ilahi, mən elə bilirdim ki, ən çox ibadəti mən edirəm. Gör, necə insanlar var ki, Allah ona mesaj verir mənə ki, səndən də çox ibadət edən var, amma onun neyi var? Onu gündə bir parça çörək getirib verirlər. O çörəyi verən də zəngin bir adamın evinin nökəridir ya. Nökər getirir, ona çörək verir. O da oyuna qani olur, deyir, şükür sənə Allah, büyüməni yad edən oldu, yada salan oldu. Yəni, Allah Teala hər bir insanın ruzusunu bəxş edir. Allah Teala hər bir insana gözəl neymətlər verir. Mən bunu hər dəfə deyirəm. Yəni, bizə o verilən neymətlər var. Bizi o neymətləri bugün istəsək, qocalan vaxtda, yaşlanan vaxtda, gözümüzün nuru getdikdə, əlimiz, əyağımız elə ki, görsək, büdürəyəndə, onları geri istəsək Allah, milyonları verərik, amma onu geri alınmalıyıq. Amma Allah milyonları bizə əta eləyib, bir dənə söz deyir. Deyir, mənə şükür elə, razı niyaz elə və bunun müqabilində sənə də mən Allah deyir ki, ucaldım da, öz məqamında ucaldım sənə və mən səni istəyirəm orada görüm. Çünki Həzrət Əli əleyhissalamın gözəl bir müdrik sözü var. Əli əleyhissalam deyir ki, sən cənnətə gözünü fəda eləmədin dünyada. Sən ki, deyirsən ki, mən cənnətə getmək istəyirəm, sən ondan ali bir məqamdasan. Çünki sən cənnəti görmüsən. Bəni Adəm görüb oxa cənnəti. Deyir, sən ondan ali bir məqamdasan. Sən bütün aləmlər sənin xidmətindədir. Sən ondan ali məqamdasan, amma sən axtardığın başqa bir şeydir. Əli əleyhissalam deyir, axtardığın isə cənnət yox, ondan da aşağılardır. Elə hey özünü geri salırsan, İnsan da var, deyir ki, yemək yeməməzliyinə, sözə qulaq asmalığına, böyüyün sözünə qulaq asmalı. Onu eləmir, deyir, mən günü-gündən geri gedirəm. Və həqiqətən də belədir. Allahın sözlərinə də qulaq asmadıqda insan geri gedir, qabağa gedir. Ona görə Peyğəmbərimiz bizə buyurur ki, insanın lovğalığı, təkəbbürlüyü ondan irəli gəlir ki, o dininə düzgün baxışla, düzgün yanaşma tərzi ilə yanaşsa, bütün dinlərə də hörmətlə yanaşacaq. Onların qayda qanunlarını, onların buyurduğu hökmləri, onların peyğəmbərləri, onların milli adət-ənənələri, hamısını gözəl və onlara başqa bir nəzərlə baxmayacaq. O düz eləmir, mən düz bir yoldayım. Artıq o düz eləmir, mən düz yoldayım. Bu bizi şeytana tərəf aparır. Şeytanın hökmünü bizə dizdirir. Və Allah isə axirətin günü bütün insanları vəhdət şəklində bir yerə getirdikdə, onda insanlar dərk edəcək ki, bəli, biz hansı mərhələdəyik? Bax, İslam dininin gözəlliyi bilirsiniz nədir? Allah sizə qismət eləsin, gedəsiniz başqa ölkələrə, İslam ölkələrinə və Avropa ölkələrinə gezəsiniz. İslam dininin gözəlliyi nədir? Deyir, getdim bir məscidə daxil oldum. Məsəl bir şiyə deyil, biz şiyə məsəl möhürlə namaz qılırıq. Gəldik məscidə daxil oldu, gördük məsciddə nə var? Möhür yoxdur. Məscidin imamı əhl-i sünnədir, hənəfidir, şafi və ilə axır. Deyir, sən də onlar kimi namaz qılır. Onlar necə namaz qılır? Sən də bizim dinimizdə, bütün alimlərimiz, alimlərin nəzəriyyəsi ona təqiyyə deyirlər. Yəni, onların dininə hörmətlə yanaşdığına, yəni belə deyilir, din bir dindir. Onların ibadətinə hörmətlə yanaş, sən də onlar kimi namaz qılır. Və cərgədə namazı pozmayın. Bu günlər görürsünüz də, Məkkədə, ziyarətdə insanlar necədir? Hamısı vəhdət şəklində razı-niyaz edirlər Allah'a. Allahla münazat edirlər. Yəni, ona görə də Allahın qanunlarını, Peyğəmbərlərin qanunlarına hər zaman insan gərək vəhdətlə yanaşa, gözəl münasibətlərlə yanaşa və Peyğəmbər sallallahu aleyhi və səlləm də o dini dəyərləri ortaya getirdikdə bütün hökmlər, məsələn, bu günləri Cəfər Sadiq əleyhissalamın bir neçə gün bundan qabaq şəhadət günü keçirildi dünyanın hər bir yerində. Bizim məsum imamımız Cəfər Sadiq əleyhissalam yeganə bir şəxsiyyətdir ki,
o liderlər yetişdirib. 4000 tələbəsi olub İmam Cəfər Sadiq əleyhissalamın. 65 il ömür sürüb, 4000 tələbəsi olub. Bu günləri Maliki, Şafii, Hənəfi, Həmbəli, bu əhl-i-sünnə alimləri ki, məzhəblərin ki, baniləri ki var, onun tələbəsinin tələbəsindən dərs alıblar. Təsəvvür edirsiniz? Məzhəb alimləri özündən yox ha, birbaşa özündən yox. Onun tələbəsinin tələbəsindən dərs alıb yəni liderlər olurlar. Ona görə də bizim dinimizdə, şəriətimizdə yazır ki, hansı bir yerə gedirsinizsə, oranın qayda qanunlarına əməl eləyin, onların qayda qanunları ilə gedin, yaşayın və onlara heç vaxt başqa bir nəzəriyyə ilə, başqa bir sözlə, baxışla baxmayın. Allah bizim ibadətlərimizi qəbul eləsin və yeganə xalqıq ki, bizim dinimizdə necə ki, vəhdət olub bütün dinlərdə. Məsələn, bizim kənddə bu vəhdət daha çox görülür. Mən sizə bir dənə maraqlı hadisə deyim. Əmircan kəndi yeganə kənddir ki, bu kəndin içərisində bax, bir adam dünyasını dəyişəndə məzaristanlarla bilinir də bu məsələlər. Bizdən öncə keçmiş kişilərimiz, bunları ki, qurublar, bu mehribancılıqları qurublar. Neyinə bilinir? Əmircan qəbristanlığında ən böyük tayrantlıq var. Əmircanda Tatar qəbristanlığı var, Urus qəbristanlığı var, Müsəlman qəbristanlığı var. Yəni, bunlar hamısı nədir? O dinlərin insanlarına, nümayəndələrinə hörmətlə yanaşılıb. Onlar da öz ölülərinə paralan eləyiblər. Kənddə bir yerdə, bir məqamda bastırıblar. Və o qəbristanlıqlar da səliqə ilə səhman insanlar ondan keçəndə hörmətlə yanaşırlar. Yəni, hər zaman bu belə olduğu kimi, yəni, Peyğəmbərin qoyduğu qanun qaydalar bu kənddə öz yerini tapır. Bax, bir dənə diqqət edin, Əmircanda ən bizim qədim məscidimiz aradır, Nizaməddin məscidi. Məscidin yanında nədir? Məscidin yanında hamam var. Peyğəmbərimiz Mədinə şəhərində nə edir? Məscid tikdirir, hamam tikdirir, bazar tikdirir, məktəb tikdirir. Peyğəmbər deyir ki, bir şəhərə daxil oldun, orada məsciddir, məscidlə yanaşı bazar olmalıdır, orada məktəb olmalıdır, hamam olmalıdır. Və o vaxtda kişilər, Allah rəhmət eləsin, bax bu kəndi binövrəsini qoyanda 13-cü əsr, 14-cü əsrin əvvəlləri bax belə başlayırlar. Allah bütün insanlarımızı daim bir-birinə vəhdət şəklində qərar versin inşallah. Dua ibadətlərimizi bizdən qəbul eləsin. Peyğəmbər və onun əhl-i beytindən Allah bizi inşallah hər zaman sabit qədəm eləsin. Dualarımızı müstəcab etməklə Peyğəmbər əhl-i beytinin pak münəvvər ruhlərinə 3 dənə müqərrər sələvat zikr edin.